Allah dostlarından var deyir, böyük ariflərin biri namaz qılırdı. Bir nəfər də səfərə gedirdi, gəldi, girdi namaza, gəldi. Avamdı biraz, gəldi, durdu, düz şeyin dalında, arkasında. Namazın. Namazın ortasında namazı sındırdı. Biraz özü için turşdan zatdan var idi. Açdı, başladı, şaqqıldadı yeməyə. Namaz kılandan sonra cəmaət tökülürsən, sən heç yeri bilmirsən, bu birinci cərgə alimlərin yeri gəlib kilib durursan, da namazı da sındırır. Elə sizin xəbəriniz yoxdur, mən gördüm ki, namaz qulaq alı verilir. Onu görə namazını sındırdım, özüm qıldım. Ki namaz durdu, dedi, bununla işiniz yoxdur, muarifdir. Düz deyil, mən namazda qulaq alı verilirdim. Qocalmışam, özü dedi, qocalmışam. Evdən gələndə gördüm, yeriyə bilmirəm. Dedim, mənə bir yana ulaq lazım. Özümə ulaq alım. Deyir, bütün namaz elə fikrim bunda oldu ki, bu ulağı ağ alım, qara alım, erkək alım, iş alım. İndi bəhsim nə idi? Görürsən, o kişi nədir? Arifdir də. Eyni vaxtda məsələn kim görər ki, biraz tutsat götürüb gedir öz işini görməyə. Çölünə baxarsan nədir? Adi bir adamdır. Odur ki, Allah buyurur ki, mən dostumu möminlər arasında, müsəlman arasında gizlətdim ki, yəni siz hamınız bir-birinizə nədir, ehtiram